siz 6-da sıxırsınız da işdən. Papam məndən tez gəlir. Mən evə gedirəm, görürəm papam yemək yeyir, hamı yatır. Mən evə yatan vaxtı gəlirəm. Mən daha nə təhsil öyrənirəm buradan, deyirsiniz təhsil öyrənirəm. Adamlar, sant xidmətlər hamısı altdan bağlanır ki, burada dincəlməkdədir. Biz saat məktəbdə 8-də sıxırıq. Bizdən böyük adamlarımızda nə fərqimiz qaldı? Mən böyüyəndə indi böyük adam olsam, gəlib deyəcəklər ki, məktəbdə belə bir şey var, gəlin həll edin. Amma mən həll eləməyəcəm, çünki evlərində mənə həll eləmədilər. Mənim də böyük adamlardan nə fərqim qalacaq? Şagirdlər sığmır məktəbə. Harda görsənib ki, körpə uşaqlar 9-a işləmiş evə gedər? Harçılıq qayda qanununda var. Uşaqlar burada təhsil almağa gəlir, yoxsa gecə evə gedəndə itdən qorxsun, ondan qorxsun? Bunun hələ qışı var, bunun soyuğu var. Bütün məktəblərdə belə sistem yoxdur. Bəzi siniflərin sinif rəhbəri yoxdur, ona görə azlıqda qalırlar. Kitablar, məsələn 6-7-də kitablar yoxdur, bəzi sinif rəhbərləri yox deyə kitablar götürmürlər. Həm bəzi siniflərdə 36 nəfər olduğu üçün, bəzi siniflər yaxşı, bəziləri pis olduğu üçün adı nə idi? 6-ya əlverişli şəraitdə qalırlar. Həm də 6-cı günlərin yığışdırılmağını istəyirik. Mən də qatılanlara 6-cı gün dərs olmağını istəmirəm və müəllimlər də çox super əladır. Müəllimlər tam olmur. Elə bəzi müəllimlər də çatışmır. Çox dərsimizdə boş keçir. Çox dərsdə boş. Çox dərsdə boş keçir yəni. Heç müəllimimiz yoxdur, həm də çox boş dərs.